Mən başa düşürəm. İndi bizdə cavan bir belə deyim də, təzə inkişaf eləyən bir ölkəyik də, hələ formalaşır bu şeylər. Amma bu struktur nə vaxt bir vəziyyətinə gələcək ki, o orta təbəqə heç olmasa formalaşa bilsin də, belə deyim də, yəni. Bunun üçün nə lazımdır? Ümumiyyətlə nə addımlar atmaq lazımdır burada? Bu yaxşı sualdır. Mənə daim olaraq Azərbaycan iqtisadiyyatını şərh etməyi soruşanda mən deyirəm, mən şərh etmirəm çünki anlamıram. Ümumiyyətlə hər bir ölkənin başlanğıcı onun mədəniyyətindən başlayır da. Biz Azərbaycanlı kimik? Biz qərbik yoxsa şərq? Biz onların arasındayıq. Bizim fəlsəfəmiz nədir? Misal üçün biz uğurlu qərb ölkələrini götürsək, Sinqapurdur, Malayziyadır, Vyetnamdır, Çindir, Cənubi Koreyadır. Onlar prinsipcə Konfusyan fəlsəfəsi üzərində qurublar. Qərb fəlsəfəsi, o da miniliklərlə bunun dövriyyəsi var. Orada misal üçün iyerarxiya, hökumətə böyük hörmət var, elitə hörmət var. Onlar daha çox bəlkə monarxik sistemlərə rahatdırlar. Və bu səbəbdən bu ölkələrdə totalitar, avtoritar rejimlər effektiv işləyə bilir. Qərbdə isə elə deyil. Qərbdə isə individualist fəlsəfəsidir, John Locke fəlsəfəsidir, hardakı fərdi azadlıqlar çox vacibdir. Və ona görə Qərbdə bu tipli institutlar işləmir. Orada demokratiyadır, burada da. Amma hər ikisi çox yaxşı iqtisadi nəticələr göstərir. Mənim bu uzun illər tapmağa çalışdığım mövzu Azərbaycanlılar kimdir? Biz qərbi yoxsa şərqi? Hal-hazırda biz nə oradayıq, nə buradayıq və bunun bir minusu odur ki, sənin identikliyin təmin olunmadığı təqdirdə, sənin mədəniyyətin təyin olunmadığı müddətdə sənin dəyərlərin təyin olunmur. Məsələn, biz təşkilatları götürək də, sən əvvəlcə mədəniyyət qurursan, mədəniyyət üzərində dəyərlər var, dəyərlərin davranış indikatorları var. Və bütün bu davranış indikatorları sənin bütün biznes prosesləri və şamil olunur. Deyək ki, səndə dəyər azadlıqdır. Mədəniyyəti sən qurursan ki, deyək, mən Firuzəyə təşkilat olmaq istəyirəm, hamı burada müstəqil işləsin, hamı öz maksimal potensialını tapsın, işçilər işə qoşulsun, engagement-də Azərbaycanca bu söz yoxdur. Azadlıq, cavabdehlik mənim təməl dəyərlərimdədir və mən recruitment proseslərinə başlamış, işə qəbul proseslərinə başlamış, belə insanlar seçirəm ki, bu dəyərlərə uyğun olan insanlar olsun. Eyni şey də dövlətə məxsusdur. Bizdə bir çox Qərbin düşünürəm ən pis xasiyyətlərini götürdüyü bu bəlkə konsumerizmi. Ayağımızı yorğanımıza görə uzatmırıq. Qısa müddətli həzlər üçün uzun müddətli rifahı qurban veririk. Misal üçün nə? Bugün yaşayım, bugün mən yaxşı yaşayım, sonra nə olar? Mən öz sosial mediamda Rose Blumkinin hekayəsini paylaşmışdım. Rose Blumkin Amerikaya keçən əsrin əvvəlində köçmüş bir Rus emigrant idi. Yahudidir, amma Rusiyadan köçübdür. 25 il fəhləliklə məşğul olubdur və hər ay $50 qırağa qoyubdur. O vaxt üçün $50 maaşın 1/3 idi. Deyək ki, əgər siz bugün 1000 manat alırsınızsa, 300 manatını 25 il ərzində qırağa qoyubdur. Sonra 25 il ərzində fəhləlik edərək o yığdığı pulla gedir birinci dəst mebel alır və satır onu. 20 ildən sonra ABŞ-nin ən böyük mebel satış şəbəkəsini qurur. Və 80 yaşında, hardasa 1982-ci ildə Warren Buffett-ə öz şirkətini satır $80 milyon. Yəni, o vaxtında yaxşı puldur. O vaxt üçün böyük puldur. Və mənə cavanlar orada şərhlər bilirsiniz nə yazır. Deyir, arvadın başı işləmir. Bütün cavanlığını boş-boşuna fəhlərli eləyib, o pulları götürərdi, keyf eləyərdi. Bax, budur mən narahat edirəm. Kapital ibinci yaratmaq lazımdır. Onlar bugündən yaşamaq istəyir. Çində, misal üçün, yəni, Konfusyan fəlsəfəsində o deyil. Bizim uzun müddətli planımız var, biz ona doğru gedirik. Çinin planı 1990-cı ildə onların qəbul etdiyi strategiya 2050 adlanırdı. Onlar 70 illik, 60 illik plan qurmuşdular da özləri üçün və ona doğru gedirdilər. Belə baxanda uğurlu da gedirlər. Uğurlu da gedirlər. Yəni ki, onlar bilirdilər ki, zəifdirlər, iqtisadiyyatları güclü deyil, ABŞ-nin qoyduğu qaydalarla oynamaq lazımdır, onların başını sığallamaq lazımdır, bəli ağa demək lazımdır. Ta 2050-ci ilə qədər harada ki, onlar artıq güclü geosiyasi gücə malik olacaq. Həm böyük iqtisadiyyatları olacaqdır, bəlkə ABŞ-dən böyük, həm də ki, güclü hərbi qüvvələr olacaqdır ki, onlar da öz sözünü deyə bilsinlər. Bütün hal-hazırda başlayan geosiyasi proseslər niyə görədir? ABŞ bunu gördü, hara gedir Çin, artıq 25-ci ildə. Onların
əsas göstərici növbəti 25 ildə olacaqdı da. Nə vaxt ki, onlar həddindən artıq çox güclənəcəkdilər. Onlar deyirlər ki, indidən biz bunu kəsək, indidən dayandıraq. Yəni o ki, onlar gedib ora çayın çatır. qabağını çətin kəsəsən, onlar progresə gedirlər əslində. Onlar çox çətin olacaqdı bu prosesi keçmək.